Əziz və dəyərli izləyicilərim, mən bugün sizə spirt haqqında heç yerdə eşitmədiyiniz, maraqlı və bilməli olduğumuz bəzi nüansları xatırladacağım. İlk öncə ekranda gördüyünüz plus işarəsinə toxunaq, səhifəmizi takip ataq, dəstək olaq. Diqqətlə izləyək, sonra kimi zəhmət olmasa. Gördüyünüz kimi qarşımda 2 dənə qablaşmada, yəni eyni qablaşmada spirt görürsünüz. Xarici görünüşü bir-birinə bənzəsə də, amma bu spirtlərin istifadə yerləri, yəni istifadə olunduğu sahələr, bölgələr fərqlidir. Gəlin baxaq, birinci 95%li tibbi spirt. 95%li tibbi spirt Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təyin etdiyi dərman vasitəsidir. Bəzi dərmanların tərkibində böyük xəstəxanalarda əməliyyat alətlərinin sterilizə olunmasında və açıq tipli yaralarda istifadə olunur. Tərkibi safdır və qoxusu neytraldır. 96%li Avrokompaniya şirkətinə məxsus olan gigiyenik vasitə sayılan etil spirt isə adından da məlum olduğu kimi gigiyenik vasitələr üçün, məsəl üçün gündəlik həyatımızda əlimizin sterilizə olunmasında, telefon məişət əşyalarının silinməsində, masaların silinməsində istifadə olunur. Yəni bu spirtdən açıq yaralarda istifadə etmək olmaz. Yəni açıq yaralar üçün xəstəxanalarda alətlərin sterilizə olunması üçün 95% tibbi spirtdən istifadə olunmalıdır. Avrokompaniya şirkətinə məxsus olan etil spirt isə adından da məlum olduğu kimi gündəlik, deməli, gigiyenik vasitə kimi gündəlik həyatımızda istifadə olunmalıdır. Hər iki spirtin apteklərdə satışı mövcuddur, yaxınlaşıb əldə edə bilərsiniz. Bir də onu qeyd edeyim ki, bu gigiyenik vasitə, yəni etil spirtinin belə sprey formasında qablaşması mövcuddur. Hansı ki, övladlarınızın çantasına qoya bilərsiniz ki, məktəbə gedərkən, hazırlığa gedərkən əllərin bu formada sterilizə edə bilsinlər. Baxın, bu formada 100 ml formada, 96% sprey formasında. Bir də əlavə olaraq belə 100 ml qablaşma, şüşə qablaşmada mövcuddur və bu formada kauçuk qablaşmada, 100 ml qablaşmada mövcuddur. Hər 3 spirt bütün apteklərdə satışda mövcuddur. Yaxınlaşıb əldə edə bilərsiniz.